Hörmətli izləyicilər, biz sizə bir çəkiliş təqdim etmişdik. Deməli, Balakən rayonunun İtala kənd sakini İmam Mahmudov bizə şikayət göndərmişdi. Həmən şikayətdə qeyd olunurdu ki, deməli, bu görünən Meşə Təsərrüfatı İdarəsinə məxsus ərazidə tikilən evdir və 2 mərtəbəli evdən gedir söhbət. Bu evin torpağının rəsmi heç bir sənədi yoxdur. Eləcə də evin tikintisinə razılıq yoxdur əlaqədar qurumların. Meşənin lap qırağında tikilib və qeyri-qanuni formada tikilib. Aradan 8-10 il vaxt keçməsinə baxmayaraq heç bir sənəd ala bilmir evin sahibi. Həmin evin yanından da bax gördüyünüz bu ağac məmulatlarla deməli hasarlanmış həyətyanı sahələrin hamısı sənədsizdir və şikayətçi iddia edir ki, bura meşə fondunun ərazisidir, ya əhalinin örüş sahəsidir, ya ola bilsin ki, başqa məqsədlər üçün nəzərdə tutulan ərazidir. Hər halda fərdi tikili üçün bu torpağın təyinatı dəyişdirilməyib. Torpağın təyinatını isə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dəyişirlər. Şikayətçi qeyd edir ki, bu torpaqların deməli verilişi zamanı alınan vəsaitlər əldən ələ verilib və kimlərinsə maraqlarına sərf olunub və dövlət büdcəsinə daxil olmayıb. Bu torpaqlar 12 sotadan paylanıb. Mənim oğlum üçün torpaq istəyəndə deyirlər ki, sənin oğluna 12 sot torpaq düşmür. Niyə? 44 günlük müharibə zamanı ermənilərə güllə atıb buna görəmi? Deyə şikayətçi bildirir. Həmin ərazini qeyd edir ki, şikayətçi sabiq bələdiyyə sədri Elşad Balayev və onun müavini İsrafil Umuxanov rayon icra hakimiyyətində və daşınmaz əmlak idarələrindəki və sair idarələrdə olan havadarlarının əli ilə satıblar. Deməli, şikayətçinin oğlu Mahmudov Ramazan İmamoğlu 44 günlük Vətən Savaşının iştirakçısıdır. Cənab Prezident tərəfindən medallarla təltif olunub. O sənədləri də sizə təqdim edirik və doğrudan da maraqlı bir məsələdir. Əlaqədar qurumlar bu məsələni araşdırmalıdır. Biz buradan əlaqədar qurumları, eləcə də Respublikanın müxtəlif hüquq mühafizə orqanlarına müraciət edirik. Cənab Prezidentin göstərişi var ki, təyinatı dəyişdirilməmiş torpaqların, əkinaltı torpaqların fərdi tikili üçün və başqa məqsədlər üçün istifadəsi yol verilməzdir. Bəzi hallarda bu cinayət xarakteri kimi nəzərə alınıb tədbir görülməlidir və bununla bağlı ölkəmizdə silsilə tədbirlər həyata keçirilib. Həm Baş Prokurorluq tərəfindən, həm Daxili İşlər Nazirliyi tərəfindən, həm Dövlət Təhlükəsizlik Xidməti tərəfindən və ayrı-ayrı əlaqədar qurumlar tərəfindən vaxtaşırı bu istiqamətdə əməli tədbirlər həyata keçirilir. Əlbəttə ki, şikayətçinin iddialarıdır bunlar. Burada deyilənlərə görə kanalımız heç bir məsuliyyət daşımır. Biz bütün tərəfləri, adı çəkilən şəxsləri, vəzifədə burada olub vaxtilə adı çəkilən bələdiyyə sədri, onun müavini, rayon icra hakimiyyətinin və digər adı çəkilən qurumların da mövqeyini məmnuniyyətlə dinləməyə hazırıq. Nədənsə Balakənlə bağlı son vaxtlar bu səpkidə gedən şikayətlərə qarşı tərəf rayon icra hakimiyyəti heç bir mövqeyi bildirmir, susurlar. Susmaq isə bilirsiniz ki, razılıq əlamətidir. Hər halda bu bizim çəkilişimiz deyil, sadəcə bunu bizə adı çəkilən şikayətçi özü tərəfindən və yaxud yaxın bildiyi şəxs tərəfindən çəkilib, atılıb böyük bir ərazidən gedir söhbət və torpaqların qanunsuz, sənədsiz paylanmasından gedir söhbət. İndi qaldı qalan məsələni araşdırmaq əlaqədar qurumların, belə deyək, ixtiyarına. Doğrudan da Balakən rayonu paytaxtdan təxminən 400 kilometrə yaxın uzaqda yerləşsə belə, Azərbaycanın qanunları ilə idarə olunmalıdır. Azərbaycanın qanunlarından kənara heç bir addım atılmamalıdır. Və heç kəs də düşünməsin ki, ona aşırı nəsə imtiyazlar var. Bununla bağlı dövlət başçımız dəfələrlə öz çıxışlarında sərt şəkildə xəbərdarlıq edib ki, sizləri vəzifələrə mən təyin edirəm və mən də lazım olanda vəzifədən kənarlaşdıracam. Hər kəs qanunun tələbinə əməl etməlidir, vətəndaş məmnunluğunu təmin etməlidir. Buna görə də var qüvvəsi ilə çalışmalıdır. Şikayətçiyə təşəkkür edirik. Əlavə bu səpkidə şikayətləri olan varsa buyurub bizim kanalımıza müraciət edə bilərlər. Ancaq xahişimiz ondan ibarətdir ki, şər, böhtan, qarayaxma olmasın. Çünki bütün tərəflərin vəzifədə olan şəxslər də, vəzifədən kənarlaşdırılan şəxslər də, sabiq müdürlər də, kimlər də, onlar da bizim vətəndaşlarımızdır, bu xalqın övladlarıdır, onların da hüquqlarını pozub, onların şəxsiyyətini alçaldıb, onlara qara yaxmaq olmaz. Ona görə də maksimal şəkildə hamı məsuliyyətlə davranmalıdır. Xahiş edir ki, yayımı bəyənin, paylaşın, kanalımıza abunə olun.
ardı var. Biz əlavə çəkilişlərimizi, şikayətçilərin göndərdiyi çəkilişləri saf-çürük etdikdən sonra sizlərə təqdim edəcəyik. Hələ ki bu qədər. Sağ olun, sağlıqla qalın.